Belə bir şey deyim, mən bir mifdə oxumuşdum, qədim Yunan mifi səhvləmirəmsə, Zevs gəlir bir xanımla məcbur əlaqəyə girir və bunu Zevsi və yaxud başqa tanrı da ola bilər, yəni qatışdıra bilərəm. Zevsi cəzalandırmırlar, həmin xanımı cəzalandırıb yer altına məhkum edirlər. Bu hətta qədim Yunan mifindən o var idi. O mifdə, o cəmiyyətdəki təhdid şuurun nəticəsidir. Hələ də o qalır. Bu yaxınlarda bir video çıxdı, üzr istəyirəm, o qız uşağıdır, balaca uşağı və böyük kişi. Və o yorumlara girib baxırsan, deyirlər ki, onun özündə var imiş ki, bu belə edibdi. Hələ də o şuur. Lap fərzidir ki, onun özündə var. Lap fərzidir ki, onun özündə. Lap fərzidir ki, indi bu qızın, bu xanımın ayağı sürüşkəndir. Sənə nə olub? Sən niyə bu işə? Çünki tələbat olmadıqca tələb. Hə. Çünki indi cəmiyyət o qədər pozulub ki, bu şeylə fəxr edən insanlar var. Aydındır. Burada indi bayaq onu demək istirdim ki, cinayətkar qalır kənarda, cinayət qurbanı bu artıq tənqid atəşinə məruz qalır. Qardaşım, burada cinayətkarı tərbiyə etmək lazımdır. Hə. Cinayəti törədəni tərbiyə və ya potensial cinayətkarı tərbiyə etmək lazımdır ki, sən ümumiyyətlə qarşıdan gələn bir qadına və ya münasibətdə olduğun qadına, iş mühitində olsun, küçədə olsun və sən münasibətdəsən, düzdür. Sən buna necə yanaşmalısan, necə münasibət qurmalısan? Sən bunun namusu, bunun məsələn iffəti ki, bizim cəmiyyətdə bu dəyərlər önəmlidir. Sən buna necə yüngül yanaşa bilərsən və öz belə deyim heyvani hisslərini doydurmaq üçün necə bunları görməsindən gələ bilərsən?